Zar doktor, ən çox rast gəlinən böyrək xəstəlikləri, daha doğrusu uşaq böyrək xəstəlikləri hansılardır və bunlar hansı əlamətlərlə özünü biruza verir? Uşaqlarda ən çox rast gəlinən ilk sırada sidik yolu infeksiyalarıdır və ümumiyyətlə sidik yolu infeksiyaları tənəffüs yolu infeksiyalarından sonra ümumi olaraq infeksiyaların ən çox rast gəlinənidir. Və bu sidik yolu infeksiyası bu bakteriyaların sidik yollarında inkişaf etməsi ilə yaranır. Bundan sonraki etapda reflux xəstəliyi. Reflux xəstəliyi də sidik kisəsindən sidiyin geriyə doğru axmasına deyilir. Reflux, bəli, əslində, evet. Bu reflux sidiyin normalda sidik geri böyrəyə doğru geri getməməlidir. Reflux zamanı geriyə gedir və bu təkrarlayan sidik yolu infeksiyalarının bir səbəbkarıdır. Bundan sonra rast gəlinən nefrotik sindromda ən çox rast gəlinən. Nefrotik sindrom sidikdə zülal itkisi ilə gedən, ödem verən şişlə müraciət edirlər və sidik çıxışının azalması ilə gedən bir xəstəlikdir. Bundan sonraki etapda isə uroloji anomaliyalar, anadan gəlmə hidronefrozlar və yaxud nədir o hidronefroz dediyiniz? Hidronefroz dediyimiz böyrəkdən sidik axarının çıxması, ləyəndə genişlənmə, aşağıda ya darlıq varsa ona bağlı genişlənə bilir, refluksa bağlı genişlənə bilir, digər anomaliyalara bağlı ola bilir. Və bundan sonra polikistik böyrək xəstəliklərdir və uşaqlarda rast gəlinən digər xəstəliklər isə daş xəstəliklərdir ki, bunlar da metabolik xəstəliklərə bağlı, bəli, əlbəttə, metabolik xəstəliklərə bağlı da ola bilər və genetik xəstəliklərə də bağlı ola bilir.